Azərbaycanda cari ilin ilk 5 ayı üzrə qeyri-iş günlərinin sayı diqqət çəkir. Hesablamalara görə 151 günün 52-si qeyri-iş gününə təsadüf edir ki, bu da 34%-dən çox deməkdir. Məlumata əsasən, əgər işçi həmin dövrdə əlavə olaraq 20 gün məzuniyyət götürərsə, ümumi qeyri-iş günlərinin sayı 72-yə çatır. Bu isə faktiki olaraq təxminən hər 2 gündən bir qədər çox müddətin iş günü olmaması anlamına gəlir. Nəticədə 5 aylıq dövrün təxminən 2 ayına yaxın hissəsi işlənməmiş sayılır. Qlobal.net xəbər verir ki, xüsusilə mart və may aylarında bu göstərici daha yüksəkdir. Belə ki, 62 günün 29-u qeyri-iş günüdür və bu da 47% təşkil edir. Başqa sözlə, bu aylarda təxminən hər 2,1 gündən biri qeyri-iş gününə düşür. Mütəxəssislər bildirirlər ki, qeyri-iş günlərinin çoxluğu, xüsusilə də ardıcıl tətil günləri, sahibkarlıq fəaliyyətinə və biznes planlamasına ciddi təsir göstərir. Bu hal beynəlxalq əlaqələri geniş olan şirkətlər üçün daha çox çətinlik yaradır, çünki iş qrafiklərində uyğunsuzluq meydana çıxır.